Hər birimizin dini inancı var. Yəni, dini inancı olmayanlar da biz hörmətlə yanaşırıq. Çünki insan var ateistdir, yəni heç bir inancı yoxdur. İnsan var ki, fərqli-fərqli dinlərə inanır və bu da normal bir haldır. Çünki indi biz araşdırmaları mən sizə göstərəcəm, xronoloji ardıcıllığı, bunları görəcəksiniz və ondan sonra deyəcəksiniz ki, həqiqətən də, yəni hər bir insan dini inancı özünədir. Mən bu gün sizə bunları burada göstərmək istəyəcəm. Sonda mütləq şəkildə nə suallarınız olarsa, onu mənlə paylaşa bilərsiniz. Mən də çalışacağam ki, inşallah suallarınıza cavab verim. İndi isə başlayıram ekranı paylaşım eləməyə ki, siz də rahat şəkildə görə biləsiniz. Baxın, bugünkü mövzumuz din və spiritualizm. Mən şəkli sizlər üçün yaxınlaşdırdım. Şəkildə nə göründüyü kimi, bütün dinlər və mərkəzdə spiritualizmdir və biz bugün bütün dinləri uyğunlaşdıracağıq. Baxacağıq ki, hansı din, niyə olub, nə üçün yaranıb, insanların burada məqsəd nə idi, biz bunları dəqiqləşdirəcəyik. Gəlirik bura. Ümumiyyətlə, ilk insanlarda din, məsələn, animizm, bu nədir? Təbiətdəki canlı və cansız varlıqların ruhu olduğuna inan. Yəni, keçmişdə insanlar ilkin olaraq başlayıblar təbiətdəki canlı və cansız varlıqların ruhu olduğuna inanmağa. Ki, bugün biz bunu spiritualizmlə necə əlaqələndiririk? Enerji ilə. Məsələn, deyirik ki, əşyaların belə bir enerjisi var. Daha sonra gəlir şamanizm. Yəni, ruhlar aləmi ilə əlaqə qurmaq, şaman vasitəsilə müalicə və rituallar. Yəni, bugünkü şamanizmi onsuz da bilirsiniz, şamanlar da var və oradan da istifadə eləyirlər. Müəyyən müalicə vasitələrini istifadə eləyirlər. Daha sonra gəlir əcdadlara sitayiş, yəni ölənlərin ruhlarının yaşayanlara təsir etdiyinə inanıblar. Artıq gəlin biz bunu nəyinə əlaqələndirə bilərik? Bizim nəsil xətti ilə ki, o çalışmalar bu gün eləyirlər spiritualizmdə. Nəsillə işləməlisən ki, sənin üçün bolluq gəlsin, bərəkət gəlsin və s. Bunun da kökü bax gedib bu tərəflərə dayanır. Təbii ki, narahat olmayın. İrəlidəki bölümlərdə daha da aydın, açıq şəkildə hamısını sizlər üçün izah edəcəm. Daha sonra gəlirik təbiət kultları, yəni günəş, ay, od, su, dağ, ağac və heyvanlara müqəddəs məna vermək. Bugünkü zamanda da, bəli, spiritualizm nə deyilir? Günəş eril tərəfdir, ay bizim dişil tərəfimizdir, odun bir enerjisi var, suyun enerjisi var, dağ nə üçündür, ağaclar necədir ki, bax, qucaqlayırıq, enerjini torpağa ötürür, torpaqdan təmizlənib bizə qayıdır kimi bir şeylərlə bunu əlaqələndiririk. Məsələn, heyvanları götürsək, heyvanlar hə, məsələn, pişiyi müqəddəs götürürlər. Nə mənada müqəddəs? Pişiklərdə o mistik bacarıq var və s. və ilaxır. Daha sonra gəlir totemizm, yəni müəyyən heyvan və ya təbiət obyektini icmanın mənəvi simvolu hesab etmək kimi formatlarla ortaya çıxmışdır. Daha sonra davam edir dinlərin xronoloji ardıcıllığına. Gəlin indi ta qədim zamandan yaranan dinlərdən indiki dinə qədər ardıcıllıq necə olub buna baxaq. Baxın, animizm və təbiət inancları eramızdan əvvəl 100 min ildən, yəni çox əvvəllər olub bu. Təbiətdə, heyvanlarda, ağaclarda, dağlarda və digər varlıqlarda ruh olduğuna inanılırdı. Yəni, insanlar artıq o dövrdə başlayıblar bu inancı formalaşdırmağa. Təbiətə, heyvana, ağaclara inanıblar və onlarda bir ruhun olduğuna inanıblar. Yəni, indiki zamanda biz buna nə deyirik? Bir enerji. Şamanizm tarixdən əvvəlki dövrlərdir, yəni ruhlar aləmi ilə əlaqə, şaman vasitəsilə mərasimlər, şəfa və təbiət qüvvələri əsas yer tuturdu. Daha sonra isə, baxın, insanlar artıq təbiətə, heyvana, ağaclara baxandan sonra gəldilər, ruhlar aləminə çıxdılar. Daha sonraki dövrdə, tarixdən əvvəlki dövrlərdə əcdadlara sitayiş və totemizm başladı. Yəni, ölən əcdadların ruhlarına və müəyyən heyvanlara müqəddəs məna verilməyə başladı. Daha sonra gəldik qədim Şumer dininə, təxminən eramızdan əvvəl 3500-3000 il. Mesopotamiyada inkişaf elədi, Anu, Enlil, Enki, İnanna kimi tanrılar vardı. Artıq fikir verin, insanlar neynədilər? Birinci təbiətlə, heyvanlarla əlaqəyə keçdilər. Daha sonra ruhlar aləminə əlaqəyə keçdilər və sonra artıq anladılar ki, ölən əcdadların ruhu, heyvanlar və sonradan insanlara fikir verin, başladılar artıq özləri üçün tanrı yaratmağa. Qədim Şumer dinində insanlar başladılar artıq tanrını yaratmağa. Özləri üçün bir tanrı. Çünki
Ruhlar aləminə getdilər. Ölən əcdadlar, təbiət, heyvan, bunun biraz da dərinliyinə getmək lazımdır axı. Və artıq Tanrını bu qədər bir şeyi nə yaradıb düşünürdülər və Tanrını artıq yaratdılar. Ki, zaten Tanrı var, bəli. Amma mən ardıcıllığı hiss edirəm. Daha sonra gəldik qədim Misir dininə. Orada da Ra, Osiris, Isis, Horus, Anubis kimi tanrılar və axirət inancı mühüm idi. Fikir verin, tanrıları yaratdılar. Daha sonra isə axirət inancını başladılar ortaya qoymağa ki, axirət inancı da var. Ki, bu gün də axirət inancı onsuz da var. Daha sonra gəldik Hindu Veda ənənəsinə. Yəni, Vedalar karma, dharma və sonraki dövrlərdə reinkarnasiya kimi anlayışlar inkişaf elədi. Bax, bu ardıcıllıqlara fikir verin. İnsanlar təbiətə inandılar, hər şeyi yaratdılar, düzəltdilər Tanrını. Daha sonra Tanrıya inanmağa başladılar. Tanrıya inanandan sonra gəldilər karma məsələsinə və reinkarnasiya kimi məsələlərə. Daha sonra gəlir qədim Çin fəlsəfəsinə, yəni. Orada da nə oldu? Əcdadlara hörmət, təbiət qüvvələri və sonra konfutsilik və daoizm başladı yaranmağa. Artıq təbiət qüvvələrini qoydular ortaya, əcdadlara başladılar hörmətlə yanaşmağa. Sonra Zərdüştlük gəldi ki, burada artıq Zərdüştlüğün təlimləri ilə əlaqələndirilir. Yəni, insanlar artıq başladılar təlimlər almağa ki, mən nəyi necə eləməliyəm. Daha sonra isə ki, Zərdüştlüyün də indi dərinliyinə geçsək, təbii ki, onların da bir inancları olub. Burada inanclar qarışa bilər. Çünki insan kütləsidir. Burada biri inana bilər, biri inanmaya bilər ki, indiki dövrdə də bu belədir. İnanıb inanmayanlar var. Daha sonra isə Yəhudilik gəldi ki, eramızdan əvvəl 2-ci, 1-ci minillərdə formalaşma prosesi. Yəni, İbrahimi dinlərin ən qədimidir və tək Tanrı inancı mərkəzə qoyur. Artıq insanlar tək Tanrı inancına gəlib çıxdılar. Yəhudilikdə bu başladı. Ən qədimdə dinlərdən biridir, tək Tanrı inancı artıq formalaşmaya başladı, şükürlər olsun. Daha sonra isə gəlir Buddizmə, yəni Siddhartha Gautama, yəni Buddanın təlimləri əsasında yaranıb. Artıq necə deyərlər, bir mentor ortaya başlayır çıxmağa. Burada indi Budda deyilir, yəni insanlar nəyisə anlamaq üçün başladılar bu təlimləri almağa, öyrənməyə. Sonra gəlir Cainizm, daha sonra gəlir İsa Məsihin təlimləri əsasında xristianlıq və sonda İslam. Məhəmməd Peyğəmbər vasitəsilə Quranın nazil olması ilə İslamın tarixi başlanğıcı qəbul edilir. Ənənəvi olaraq 610-cu il başlanğıc mərhələsi sayılır. Bunlar bir ardıcıllıq idi. İndi gəlin biz sizinlə bunları daha da biraz açıb genişləndirməyə. Sadələşdirilmiş xətti götürsək, baxın, burada nə olacaq? Qədim təbiət inancları, animizm, şamanizm, əcdadlar, Şumer, Misir, Veda ənənəsi, Zərdüştlük, Yəhudilik, Buddizm, xristianlıq və İslam. İndi başlayırıq. Xronoloji ardıcıllığa nəzərə salsaq, görə bilərik ki, insanlar ilk öncə təbiət, heyvan, ağac, dağ və digər varlıqlarda ruh olduğuna inanıblar. Bizdə hal-hazırda ruh olduğuna inanırıq, amma bunu daha da təkmilləşdirib enerji adı vermişik buna. Daha sonra isə ruhlara inandıqları üçün artıq ruhlar aləmi ilə də əlaqəyə keçməyə başladılar. Ki, bugün fikir verin, yəni belə insanlar var ki, nə deyirlər, mənim ölülər aləmi ilə, ölülərlə əlaqəm var, mən artıq onlarla danışa bilirəm, gedə bilirəm, gələ bilirəm və s. və ilaxır kimi, yəni bu cür hallar mövcuddur, insanlar artıq belə şeylər danışırlar. Daha sonra isə hazırki dövrdə də bunu etdiyini deyən insanlar var ki, mən ruhlar aləminə əlaqədəyəm və onlarla danışıram deyirlər. Gördükləri hər şeydə ruh olduğuna inanan insanlar artıq ruhlar aləmi ilə əlaqədə ola bildikləri üçün məsələnin biraz da dərinliklərinə enməyə başladılar. Və düşündülər ki, bütün bunların bir böyüyü olmalıdır. Bütün bunlar öz başına yaradıla bilməz və artıq Tanrının olduğuna inanaraq tanrılar yaratmağa başladılar. Bu tanrılar gözlə görünən bütlər formasında oldu. Çünki yeni insanlar o tanrını yaradanda bütləşdirdilər. Ki, məsələn, bunu siz də bilirsiniz və məsələn, Yusif Peyğəmbərə aid çəkilmiş kinoda da bunu siz görə bilərsiniz ki, məsələn, Misirdə necə o tanrını bütləşdirmişdilər.
Ee, Yeni bir mərhələdə isə tanrılar yaratmışlar, amma sonrakı mərhələ olmadığı üçün insanlar yaşamdan sonra olan həyat barədə maraq göstərdilər. İndi burada araq yazılıb, yazanda özüm üçün ki, bu gün bir saatin içində bunu hazırlamışam. Biraz hərf səhvləri ola bilər. Yəni tanrını yaradandan sonra insanlar, yəni tanrı anlayışını formalaşdırandan sonra, yəni ki, tanrını əstəğfurullah yaratmaq, insanlar ölümdən sonrakı, yəni bu yaşantıdan sonrakı həyat barədə də bir maraq göstərdilər və axirət inancını yaratdılar. Çünki insan ölümsüz olmaq istəyirdi, heç kim ölmək istəmirdi. Öldükdən sonra özünə vəd olunan həyatı bilmək istəyirdi ki, mən bu həyatda yaşadığım tamam, bəs bundan sonra necə yaşayacağam, düşünürdülər. Növbəti mərhələdə isə karma, reinkarnasiya anlayışlarını yaratdılar. Yəni maraqlı gələ bilər ki, bunu niyə yaratdılar? Düşünə bilərsiniz. Yəni niyə karma, reinkarnasiya məsələsini yaratdılar? Çünki indiki dövrdə də belədir ki, insan hər nə olursa olsun, onun dərinliyinə getməyi sevir. Bilinməyəni bilmək istəyir. Beləliklə karma, reinkarnasiya anlayışı yarandı ki, indi də görürsünüz, karma var, reinkarnasiya anlayışları var. Daha sonra isə əcdadlar və təbiət qüvvələri anlayışı yarandı. Yəni əcdadlar hazırki dövrdə nəsil xətti adlanır. Bu ona görə də bir çox insan nəsil terapiyasına üst tutur. Nəsil ağacı var, biz nəsli şəfalandırmalıyıq. Nəsil düzəlməsə biz düzələn deyilik kimi anlayışlar ortaya çıxıb. Deyə bilmərəm yanlışdır ya düzdür. E, Yəni bu barədə sual olarsa danışaram. Amma belə mən burada bir söz deyə bilmərəm. Hər şey nəslin üzərinə yıxmaq olmaz. Nəsil öz yolunu tutub öz işini gəlib. Karması varmı? Var, amma ki ən əsas siz özünüzsünüz. Təbiət qüvvələri gözlə görünməyən aləmin fərdləridir. Yəni günümüzdə bundan istifadə edən şəxslər də var. Ki necə istifadə edirlər? Gözlə görünməyən aləmin, gözlə görünməyən varlıqlarından müəyyən yardımlar istəmək, onlara hansısa bir işi tapşırmaq və s. və ilaxır bu cür hallar mövcuddur. Ardıcıllığa bir daha fikir versək görərik ki, artıq tanrı anlayışı, karma, reinkarnasiya, axirət anlayışı yaranır. Daha sonra isə görəcəyik ki, birinin digərini incitməsi, pislik etməsi, haqqına girməsi, digərinin isə yaxşı insan olmalıyam düşüncəsinə görə Zərdüştlük dönəmində xeyirlə şərin mübarizə anlayışı ortaya çıxdı. Yəni xeyir, şər, pis, yaxşı, ağ, qara, hazırki dövrdə bu məsələn yin-yang və s. kimi görünür. Çünki artıq bölünməyə başladı. Buna necə deyirlər? Dualizm deyirlər ki, yəni ikili. İkili sistem yarandı. Necə insan bədənini bölürük iki yerə yin-yang enerjisi, sağ-sol, sağ beyin, sol beyin, günəş varsa, ay var və s. və ilaxır bu cür fikirlər ki var. Bax, bu olmalıydı. Daha sonra isə artıq tək tanrılıq yaranmağa başladı. Bu isə Yahudilikdə yarandı və tək tanrılıq anlayışı formalaşdı. Tək tanrılıq dinlərinin ən qədimidir bu dövr. Amma insanlar hələ də keçmiş bilgilərdən çıxmaq istəmirdilər, çünki qorxu buna imkan vermir. Yəni, o dövrdə insanlara deyirdi ki, artıq tək tanrı var, yaradan var, biraz o yaratdıqları bütlərdən çıxmaq istəmirdilər, qorxurdular axı. Ki, birdən, nə bilim, günaha bataram, nə bilim, o yaradılan o büt məni cəzalandırar və s. və ilaxır bu cür qorxularına görə. Amma Allah bu sistemi çox gözəl yaratdığı üçün inancı belə fikir versək görərik ki, mərhələli şəkildə yaradılmasına imkan verib. Yəni Allah bu sistemi o qədər gözəl yaradıb ki, bu inanclara fikir verin, keçmişdən ta qədimdən indiyənə qədər necə mərhələli şəkildə Allah bizə icazə verib ki, inancı formalaşdırıb gətirək, həqiqətləri anlaya bilək. Bunlar hamısı bir mərhələdir. Və artıq tək tanrı inancı yaranmağa başladı. Daha sonra növbəti mərhələdə tək tanrı inancı olduğundan sonra artıq hər kəs özünə görə bir tək tanrı yaratmağa və ona inanmağa başlamış ola bilər. Yəni, başqa bir ölkə özü üçün bir tanrı yaradacaq, digər ölkə isə özü üçün başqa bir tanrı yaratmağa başladı. İnsanlar. Amma əslində olan isə budur ki, digər insanlara təlim xarakterli bir şeylər öyrətmək və tək tanrı anlayışını aşılamaq üçün təlimlər də yaradılmağa başladı bu dövrlərdə. Necə ki, bugün sizlər də təlimlərə üst tutursunuz, mənim özüm də bir şeylər öyrənmək üçün. Beləliklə, ayrı-ayrı dinlər yarandı və insanlar tək tanrı anlayışını inkişaf etdirdilər.
və hər biri də bu inancı yaymaq üçün xilaskar, qurtarıcı obrazlarında gələn müdrik ruhların təlimlərinə qoşuldular və onlardan həqiqət bilgilərini almağa başladılar. Amma bu gələnlər özlərini Allah elan etməyə yox, çağırış üçün gəlmişdilər. Onlara Allah, Tanrı adını verən digər insanlar oldu. Yəni onlar gəlib demədilər mən Allaham, mən yaradanam. Onlara o adı verən o insanlar oldu, onu bütləşdirdilər. Məsələn, siz Mövlana Cəlaləddin Ruminin kinosuna baxsaz, orada görərsiniz ki, insanlar Mövlanı daha da inkişaf edib yüksəlmək istəyir şuur səviyyəsində, amma insanlar onu buraxmaq istəmirlər. Əl çəkmirlər ondan, sən getsən biz neyiniyərik deyə onu buraxmaq istəmirlər. Çünki insanlar daimi olaraq xilaskar axtarışında olublar. Necə ki, baxsaq görə bilərik ki, keçmişdən indiyənə qədər hər kəs bir xilaskar gözləyir. Hər kəs. İnanclara görə dinlər hansı xilaskarları gözləyirlər? Məsələn, Yəhudilik Məsihi gözləyir, Xristianlıq İsa'nın ikinci gəlişini gözləyir. İslamda məsələn düşünülür ki, Mehdi və İsa gələcək. Zərdüştlükdə Sauhyant gələcək, Buddizmdə Maitreya gələcək, Hinduizmdə isə Kalki gələcək deyə düşünürlər. Yəni bu adamlar, yəni bu ruhlar xilaskar obrazında gələcəklər düşünürlər. İndi mən sizə bir sual verəcəm və chat bölməsində yazmağınızı istəyirəm ki, bəs sizcə xilaskar kimdir? Hər kəs bu sualı, fikirlərini zəhmət olmasa chat bölməsində yazsın ki, sizcə xilaskar kimdir və yaxud da xilaskar varmı? Özümüz, Aytən xanım deyir özümüz. Əslində xilaskar özümüz, əla, yaradanımız. Biraz aktiv olaq, hamı yazsın. Hamının çünki burada fikirləri dəyərlidir. Hər birimizin fikirləri dəyərlidir. 38 nəfər şəxs var. Hələ birazdan mövzular daha da dərinləşəcək. Hazır olun, o necə deyirlər, kəməri bağlayın. Özümüz yaradan insanın niyyətinə görə. Daxilimizdəki səs bizi oyadır və özümüz xilaskarıq, özümüz. Əla. Artıq çox insan deyir ki, özümüz, indi isə gəlin, mən də hazırladım. Doğru yola gedən insanların arxasınca getməlidir, məncə. Tamam, doğru yola gedən insanlar arxasınca getməliyik, amma necə getməliyik? Onların o bilgilərindən faydalanıb öz sistemimizi də qurmalıyıq. Yəni, burada yanlış bir şey yoxdur əslində. Beyin oyundan çıxmağı bacaran biz, yaradan, yəqin yaradan bizə qaytarıb keçimizi. Həm hər kəs, həm heç kim. Fərqindəşi şəkildə. Salam Xoşərifət bəy, təşəkkür. İnsan özünü dərk edib başa düşəndən sonra özümüzün xilaskarı ilə özümüzü. Bəli, biz yaradan çatmaq üçün bir çox yollardan keçirik. Bəli. İndi gəlin, çox da vaxtımızı almayayım mən sizin. Keçək, indi mən öz fikirlərimi sizlə paylaşım ki, burada nə var, nə yox. Mən nə hazırlamışım. Artıq ekran görürsünüz, paylaşıram. Baxın, ümumiyyətlə burada din, rəqəm fiqurlar və 12 münasibəti ilə əlaqələndirməyə gedəcəm. Əslində, burada xilaskar olan bizim özümüzük. Bizim üçün, əziz insanlar, heç bir xilaskar gəlməyəcək. Bunu bilin. Yəni, insan bir ümid həmişə gözləyir ki, bir xilaskar gəlsin, mənə kömək eləsin. Yəni, mənim özüm özümü xilas eləyəcəm. Məni kimsə gəlib nədənsə o əzabdan, əziyyətdən, nədənsə xilas eləməyəcək. Bu, bir növ sənin, əgər sən kimisə gözləyirsən ki, gəlib sənə kömək eləyər, bu sənin öz yükünü başqasına yükləməyindir. Özündə o, belə deyim də, fərqindəliyi açmamağındır, öz gücü və potensialı görmək istəməməyindir, əziz insanlar. Burada məsələ budur. Bugün bunu biz insanlardan necə görə bilərik? Məsuliyyətdən qaçır, bəli. Çünki Hüseyin burada düz yazır, məsuliyyətdən insan qaçır. Nəyə görə qaçır? Baxın, hər hansısa bir yanlışımız olanda biz neyinirik? O saat dərhal günahı başqasında axtarmağa çalışırıq ki, sən bunu belə eləməsəydin, mən orada olmayacaqdım, bu hadisədə olmayacaqdı. Adam fərqində ruh bunu heç vaxt demir. Fərqində ruh həmişə deyir ki, orada olmuşamsa var bir hikmət. Görün, mən burada öyrənəcəyim, alacağım dərs nədir? Bu cür yanaşır.
Amma fərqində olmayan ruh həmişə o səhvi, günaha başqalarına atmağı düşünür ki, hə, bunu sən elədin, sən eləməsən mənim başıma bu gəlməzdi. Deməkdənsə ki, yaxşı ki, başıma bu iş gəlib, mən artıq fərqinə varmışam. Atır günahı başqalarının üzərinə. Burada da inkişafdan insan dayanır. İndi isə keçirəm PDF-in ardına. Baxın, 12 anlayışı deyilən bir anlayış var. Məsələn, belə deyim də, 12 imam anlayışı var, düzdürmü? Yəni, İmam Əlidən başlayır, İmam Mehdi ilə tamamlanır. Mən heç kimin qətiyyən, baxın, inancına toxunmuram. Hər bir kəsin inancına mən böyük hörmətim var. Mən bu bilgiləri sadəcə paylaşıram. Bu 12 anlayışı Yəhudilikdə də var. Yəni, 12 İsrail qəbiləsi var. Yaqubun 12 oğlundan gələn 12 qəbilə. Birbaşa 12 imam anlayışı deyil, amma 12'lik müqəddəs quruluş var deyə, yəni bir fikir ortaya çıxır. Xristianlıqda götürsək 12 həvari var. Yəni İsa tərəfindən seçilən 12 həvari, 12 sayı dini simvol kimi mühüm sayılır əslində. Qədim İsrail ənənəsində, yəni də 12 qəbilədir, İsrail xalqının 12 qəbilədən ibarət olması müqəddəs tarixdə mühüm yer tutur. Hinduizmə gəlsək, müxtəlif 12'li kosmik simvolik sistemlər, yəni 12 rəqəmi bəzi kosmoloji və dini sistemlərdə görünür, lakin İslam imamlığına birbaşa uyğun deyil. Buddizm 12 nidanadır, yəni asılı yaranmanın 12 halqasıdır, şəxs və ya rəhbərlər deyil. Zərdüştlükdə də müxtəlif kosmik simvollardır ki, 12 imam formasında analoji dini rəhbərlik sistemi yoxdur. Yəni, bu 12 rəqəmi, 12 sayı bütün demək ki, dinlərdə bu var. Daha sonra mən burada bir şey yazmışam ki, burada əsas məsələ yanlışı axtarmaq deyil. Baxın, mən burada hər hansı yanlışı göstərmək və yaxud da onu axtarmaq niyyətim deyil. Əsas məsələ bütün dinlərin bir-birinin davamı olduğunu görə bilməkdir. Allah təkdir və birdir. Onu fərqli simalarda çatdıran insanlardır. Allahın onsuz da o siması olsun, yəni Allah onsuz da təkdir birdir. Yəni bunu fərqli metodlarda insanlara sadəcə çatdırırlar. Gəlin 12 rəqəmi biraz daha açaq. Baxın, 12 dənə zodyak bürcü var. Yəni 12 hüceyrəvi buna duz deyirlər. 12 zodyak enerjisi fiziki müstəvidə 12 hüceyrəvi duz şəklində təzahür edir və bədənlərimiz bu minerallardan təşkil olunur. Yəni, ana bətnində, və burada diqqətli olun, ana bətnində 9 ay ərzində inkişaf etdiyimiz üçün 3 dənə zodyak bürcünə aid hüceyrəvi duzlarda çatışmazlıq yaşadığımız düşünülür. Yəni, bir insan 12 ayın 9 ayını, bir ilin 12 ayının 9 ayını ana bətnində olduğu üçün o birisi 3 ay görə bilmir. Bədənimizdə hansı zodyak hüceyrəvi duzlarının çatışmadığını hesablamaq üçün aşağıdakı üsuldan istifadə edə bilərsiniz. Mən bunu əlavə bilgi olaraq sizlərə veririm. Bürcünüzü müəyyən edin və saat əqrəbinin əks istiqamətində hərəkət eləyərək öz bürcünüzü 1 olaraq sayın və 9 bürc irəliləyin. İndi mən sizə bunu göstərəcəm. Beləliklə, geridə 3 dənə bürc qalacaq. Məhz bu 3 bürcün bədənimizdə çatışmayan mineralları təmsil etdiyi qəbul edilir. Yəni, məsələn, deyək ki, mən oğlaq bürcüyəm, oğlaq bürcünü birinci bürc sayıram və həmin oğlaq bürcündən geriyə doğru digər bürclərə gedirəm. 9 dənə bürc. İndi deyə bilərsiniz ki, kimisi 7-8 ayında doğulur, problem deyil. O say qədər geçsin. Geridə hansı bürclərin mineralları qalırsa, bu sənin bədənində çatışmazlıq ola bilər. Amma yenə də bu elmi sübut deyil, ha. Bu bir fikirdir sadəcə olaraq. İndi isə gəlirik bura. Məsələn, ana bətnində 9 ay ərzində inkişaf edirik və buna görə də 9 hüceyrəvi duz qazandığımız düşünülür. Bizim rədd etdiyimiz əsas məqam isə ana bətnində olmadığımız 3 dənə bürcün zamanıdır. Bu isə o deməkdir ki, 3 hüceyrəvi duz üzrə mineral çatışmazlığı yaşayırıq. Məsələn, əqrəb bürcündə doğulmuşsunuzsa 9 ay geriyə doğru saydıqda oxatan, oğlaq və dolça bürcləri qalır. Yəni, həmin ərəfəni o insan görür. Bu bürclərə uyğun gələn minerallar nədir? Oxatanda silisiumdur, oğlaqda kalsium fosfatdır, dolçada natrium xloriddir. Bu yanaşmaya görə həmin 3 mineralın bədəndə çatışmazlığı ilə bağlı xüsusi diqqət yetirilməsi lazım olduğu qəbul edilir. Və bir qeyd də yazmışam ki, bura ki, bu alternativ spiritual yanaşmadır. Zodyak bürclərinin müəyyən mineral çatışmazlığını yaratdığını göstərən elmi, tibbi sübutu yoxdur.
Bu sadəcə olaraq spiritual yanaşmadır. Yəni sabahlarım gedim düşünün ki, məndə kalsium, fosfat çatmır. Tez gedim alım onu bədənə qəbul edeyim. Yox, gedin həkim ol, özünüzü yoxlatın. Bu spiritual yanaşmadır sadəcə olaraq. Deməli, bax burada bir siyahı da var. Məsələn, Qoç bürcündə məsələn, Qoç bürcünü əgər sən görməmisənsə nə çatışmır? Məsələn, Qoçda kalium fosfatdır, Boğada natrium sulfatdır, əkizlərdə kalium xloriddir, xərçəngdə kalsium floriddir, şirdə maqnezium fosfatdır, qız kalium sulfatdır, tərəzi natrium fosfatdır, əqrəb kalsium sulfatdır, oxatan silisiumdur, oğlaq kalsium fosfat, dolça natrium xlorid, balıqlar isə dəmir fosfatdır. Buranı da keçirik. İndi baxın, burada gəlirik 12 anlayışına. Fikir verin, kubikin özü belə, yəni bu bir kub formasıdır. Kubik deyirəm, üzr istəyirəm. Amma buna keçməmişdən əvvəl mən sizə bir daha bir şey nəzərdə çatdırım. Bir daha deyirəm, bütün diqqətiniz məndə olsun ki, baxın, əziz insanlar, bunu yenə dedim, spiritual yanaşmadır. Bu %100 sizdə artıq, yəni bu yoxdur, bu olmayacaq, bu vitamin çatışmazlığı deyə bir şey yoxdur. Yəni həkimə gedib mütləq özünüzü yoxlatmalısınız. Belə. Daha sonra isə keçirəm təzədən sizə 12 rəqəmi ilə bağlı müəyyən bir şeyləri yenə izah eləməyə. Burada kub görürsünüz. Fikir verin, kubun xətlərini, içəri və çöl xətlərini saysanız 12 rəqəmi alınır. 12 rəqəmi nələrlə bağlıdır, mən sizə bunu göstərirəm. Baxın, bu bir beyindir və beyindəki kranial sinirlərdir. 12 dənə kranial sinir var. Hətta bir dənə də burada mən bunu əlavə eləməmişəm, bir şey də deyə bilərəm ki, 33 rəqəmi də çox eşitmişsiniz. 33 məsələn onurğa mərtəbələri də var. İndi mən bunu əlavə eləməmişəm bura, amma buranın yeri deyil o. Burada 12 dənə kranial sinir var insan beynində. Bax 12 rəqəmini əlaqələndirirəm sizlər üçün. Baxın, bürclər. 12 dənə bürc. Və hər biri də hansı məsələn torpaqdırmı, oddurmu, sudurmu, havadırmı, hansı nə ilə bağlıdırlarsa o da burada qeyd olunub. Daha sonra baxın 12 imamlar, daha sonra bax İsa və onun 12 həvarisi. Bu İsa peyğəmbərin, bu Leonardo da Vinci'nin axşam yeməyi əsərindən götürülmüş bir şəkildir ki, burada İsa'nın 12 həvarisini görə bilərsiniz. İndi isə keçirik sonuncu dindən sonra olan inkişaf dönəmlərinə. Gəlin indi biraz da daha da təkmilləşdirək məsələn. Bura qədər sizlərə maraqlıdırsa, əgər zəhmət olmasa yazın, qeyd edin ki, hə, maraqlıdır, mən də davam edeyim. Yəni, bəlkə ola bilər ki, sıxılarsınız. Mövzu sizi sıxa bilər, maraqsız gələ bilər. Maraqlıdır, Rüfət müəllim. Niyə məhz 12, yəni xüsusi səbəb deyə bir şey yox. Sadəcə olaraq qəbul edilmiş bir anlayışdır. Necə məsələn deyirlər ki, gedin filan duanı 10 dəfə oxuyun, gündə 7 dəfə bunu yazın, 100 dəfə bunu yazın. İnsan beyninin yaratdığı bir şeylər də bunlar. Çox maraqlı məlumat alıram, davam edin, çox maraqlı. Təşəkkürlər, maraqlıdır. Hələ maraqlı birazdan keçirib, daha maraqlı, daha əla bilgilərə keçirik. Əla, tamam. O zaman davam edirik. 40 nəfər asırsınız və hansı vitamin çatmır, siyahını yenidən göstərin. Götürün. Tamam. Tamam, indi keçirik. Yenidən davam edirik. Demək, bildiyiniz kimi, qədim dövrlərdən indiyə qədər insanlar hər zaman bir şeylərin axtarışında oldular. Axtarırlar və axtarışlarına cavab almaq üçün, bir şeylər tapmaq üçün müəyyən vasitələrdən istifadə edirlər. Əslində hər biri hazırki dövrdə olan enerji ilə bağlı seçimlərdir. Qədim müasir spirituallığa gələn əsas yanaşmalarından qədimdən müasir spirituallığa gələn əsas yanaşmalarından tanış olaq. Təbiətin müqəddəsliyi, yəni qədim insanlar günəşə, aya, suya, oda, ağaca, dağa və heyvanlara
xüsusi mənəvi məna verdilər. Müasir spiritual yanaşmada isə təbiətlə harmoniya, təbiət enerjisi və ana yer anlayışları geniş yayılır. Gördünüz, müasir spirituallıq qədimdəki nə ilə bağlandı? Daha sonra meditasiya və daxili yönəlmə. Hindistanın qədim vedik və yogik ənənələrində, yəni yoqaya gedib çıxır. İnsan öz daxilini müşahidə etməsi, nəfəs və şuur üzərində işləməsi mühüm idi. Görürsünüz, bu gün meditasiya, mindfulness və şuur praktikalarının bir hissəsi bu ənənələrlə əlaqələndir. Yəni, bu gün, məsələn, meditasiyadır, yoqadır, bunu Rüfət ya da digər başqaları ağılda çıxıb ortaya çıxartmayıblar. Mən bunu sizə öz adımdan deyirəm. Yəni, bu gün Rüfət deyirsə ki, meditasiya eləyin, yoga eləyin, Rüfət burada ağıllı çıxıb ortaya yeni bir şey çıxartmayıb ki. Rüfət ağıllı çıxıb ortaya yeni bir şey nə çıxardır? Sizə bunu etiraf edib, açıb sizə göstərir ki, bu gün insanların elədikləri bu yoqanın, onsuz da bir kökü vardı. O vaxt bunu insanlar deyilirdi. Elə olunan meditasiyalar olsun, dualar olsun, bunlar hamısı qədimdə onsuz da olur. Yəni, bunu mən sizə göstərirəm ki, baxın, görün, faydalanın Allahın izni ilə. Digər tərəfdən nəfəs və həyat enerjisi. Hind fəlsəfəsində prana, Çin ənənəsində hi və çi kimi anlayışlar həyat enerjisini ifadə eləyirdi. Yəni, bu pranadır, çi enerjisidir. Əziz insanlar, bunlar Hind fəlsəfəsində olub. Yəni, bu qədimdən var. Bu gün ortaya prana, çi enerjisi yeni çıxmayıb. Məsələn, gedib bu gün çi enerjisi təlimi alanlar var. Mən bir söz demirəm, cəmaatın aldığı təlimə estağfurullah, mən qarışa bilmərəm. Amma bu əvvəldən onsuz da var idi. Müasir spiritual praktikada enerji axını və vibrasiya, frekans kimi terminlərdən də istifadə olunur idi. Çakralar sistemi qədim Hindistanın tantrik və yogik ənənələrində inkişaf edib. Müasir spiritualizmdə çakralar emosional, psixoloji və mənəvi vəziyyətlərə əlaqələndirilir. Yəni, çakra sistemi onsuz da əvvəllər var idi. Yəni, çakra əvvəllərdən olub, Hindistan zamanından bu olub. Bu gün artıq bunu biz, yəni, belə deyim də, o qədər artıq insan axı görürsünüz, inkişaf edir, gəlib. Biz artıq bunu hara bağlayırıq? Məsələn, psixoloji tərəfləri. Yəni, niyə? Məsələn, deyək ki, biz hər bir çakranın ümumiyyətdən enerji qatı var. Məsələn, deyək ki, çakraların qatlarından biri də, buna astral qatda deyirlər, emosional qatda deyirlər ki, orada bizim şuuraltı travmalarımızdan təsirlənən hissədir. Yəni, bu gün sən gedib bir biyoenerji seansı alıb çakralarını şəfalandıra bilərsənmi? Təbii ki, mümkündür. Çünki çakraların özünün belə özü-özünü yeniləmə qabiliyyəti var. Torus alanı çünki formasındadır. Alır enerjini, altdan fırladır, təzdən qaldırır. Yəni, burada biyoenerji mütəxəssisi o enerjini ötürür çakraya. Çakra o yeni fərqli bir enerji alaraq onu alır və fırladır, yeniləyir. Özü-özünü bərpa edir. Bununla sən çakraları dəngələyib, tarazlayıb, düzəldə bilərsənmi? Mümkündür aktivləşdirmək, bəli. Amma əgər sən dərinləmə çakralarla bağlı iş görmək istəyirsənsə, unutmamalısan ki, şuuraltı seanslar sənin həyatında mütləqdir. Niyə? Çakraların emosional qatı ki var idi. Mən bilmədim, bu hissəni danışacağım, yoxsa bunun mən şəklini də sizə göstərərdim, daha keçdi. O emosional qat bizim birbaşa şuur altımızdan əlaqəlidir. Məsələn, sən uşaq vaxtı bir qorxu yaşamısansa, bu sənin köy çakravın emosional qatında formalaşır. Sən get köy çakravı aktivləşdir, sabahçıq qorxularınla bağlı bir şey tətiklənsə, yenidən orada bloklanma yaradacaq. Ona görə də şuur altı seanslarınızı heç vaxt unutmayın. Çakraları işləyirsinizsə, dərinləmə işləyin. Yola verdi variantda məndən məsləhət işləməyin. Davam edirik. Suallarınızın hamısını qeyd edin, sonda bir suallarınıza baxacaq. Gəlirik karmaya. Karma, Hinduizm, Buddizm və Cainizm insanın əməlləri ilə onların nəticələri arasında əlaqə ideyası var. Müasir spiritual dildə bunu bəzən nə verirsənsə, onu geri alırsan formasında izah edirlər. Yəni, yuxarıda nə varsa aşağıda o var, baxdığın mənəm gördüyün sən bu dünyaya nə versən, onu da geri alacaqsan. Budur. Yəni, Allah bu sistemi bu cür yaradıb, ha. Allah nə deyir? Deyir ki, sən yaxşılıq elə ki, sənə də yaxşılıq verilsin.
Pislik edəcəksən, pisliyi də alacaqsan. Bax, karma anlayışı o zamandan gəlir. Daha sonra reinkarnasiya gəlir. Yəni Hinduizm və bəzi digər Hindistan dini fəlsəfi sistemlərində ruhun yenidən doğulması ideyası qədimdən mövcud idi. Yəni bu günlərin Rüfət özündən reinkarnasiyanı təzə çıxartmayıb ki, bu reinkarnasiya onsuz da var idi. Bunu Quranda Bəqərə surəsində deyilir. Biz sizi öldürüb, dirildib, yenidən dirildəcəyimiz gün bir ayə də orada keçir. Mən demirəm orada o əlaqə. Yəni məsələ budur ki, bu reinkarnasiya anlayışı onsuz da əvvəldən var. Müasir spiritual cərəyanlarda isə keçmiş həyat, ruh dərsləri və ruhun inkişafı kimi anlayışlarını qarşılayır. Yəni müasir spiritualizmdə isə bunu təkmilləşdiriblər. Sənin keçmiş həyatın, aldığın dərslər kimi, mövzular kimi ortaya çıxarıblar. Yəni sənə deyilir ki, bax, sənin keçmiş həyatdan aldığın dərslərin var. Nəyisə yanlış eləmirəmsən, bəli, karmik buyruq var. Onsuz da bizim məsələn deyək ki, xəritə analizində olsun, doğum xəritəsinin tale matritsasında. Onun üçün heç reqressiya seansına ehtiyac yoxdur. Sənin bundan əvvəlki həyatını sən bilə bilirsən ki, sənin bundan əvvəlki həyatında necə bir karma ilə gəlmirsən. Bunu hesablanması mümkündür. Xəritə analizi eləyəndə biz bu haqda onsuz da məlumat veririk ki, çoxlarınız da onsuz xəritə analizi eləmişsiniz. Bunun təlimlərində, tale matritsasının təlimində çoxunuz almışsınız. Daha sonra isə davam edirik. Şamanik yanaşmalar. Şamanlar trans, ritual, təbiət və ruhlarla əlaqə vasitəsilə şəfa və mənəvi rəhbərlik axtarırdılar. Yəni, müasir neo-şamanizm bu ənənələrdən müxtəlif elementləri götürür. Əcdadlarla əlaqə. Bir çox qədim mədəniyyətdə ölən əcdadların ruhlarına ailəyə təsir edə biləcəyini inanılırdı. Bax, diqqətlə qulaq asın. Bir çox qədim mədəniyyətdə ölən əcdadların ruhlarının ailəyə təsir edə biləcəyini inanılırdı. Müasir spiritual praktikalarda əcdadlarla əlaqə, ancestral hurling və ailə enerjisi kimi anlayışlar mövcud. Yəni, artıq əcdadların ruhlarının ailəyə təsiri nədir? Hara gedirik? Nəsil xəttinə. Nəsillə işlə, nəsli nə bilim, neynə. Mən öz fikrimi deyirəm. Mən deyirəm ki, düzdür, gedin Rüfətin dediyini hərəkət edin, demirəm. Amma həyatda həyatınızı, özünüzü, nəslinizə bağlamayın. Siz nəslinizə bağlasaz, götürüb bütün üzr istəyirəm. Nəsli təhqir edəcəksiniz, bezəcəksiniz, hər şeyi nəslin üstünə atacaqsınız ki, mənim nəslim beləydi, mən də belə oldum. Qardaş, bu nəsil mənim əvvəlki nəslim yanlışlar eləyib, tamam, karma olaraq gəlir, bəli, gəlir. Amma bu gün sənin həyatda yaşadıqlarının hamısının səbəbi sənin, yəni, özünün həyatıdır, almalı olduğun dərslərdir. Ən əsas, mən bu nəticəyə gəlirəm. Mənlə razılaşmaya bilərsiniz. Çünki hər bir mentorun öz düşüncəsi var, öz qərarları var. Mən də yəni bu cür gedirəm. Daha sonra səs, mantra və müqəddəs sözlər. Vedik əlində mantra və müqəddəs səslərin xüsusi əhəmiyyəti var idi. Bu gün mantra, meditativ musiqi, chanting və səs vibrasiyası praktikalarında həmin diyaların izlərini görmək olar. Ki, bu gün biz də eləyirik. Məsələn, oturub məsələn, deyilir. Daha sonra otururlar, müəyyən meditativ musiqilər qoşuruq, herzlər, bunları oturub qulaq asırıq və yaxud da ki, nə deyək, bu yumru olur, Tibet kasası deyirlər, onu vurub müəyyən bir səsləndirmə, o da bir frekansdır. Yəni, bunlar əvvəldən onsuz da var idi, əziz insan. Bu günlərim oxuduğumuz, məsələn, deyək, Quranın hansısa bir surələri olsun, duaları olsun, bunların özləri də bir titrəşimdir, bir frekansdır. Siz niyə, məsələn, Ayət-ül Kürsü oxuyanda deyir ki, sizi qoruyacaq. Sizi qoruyan o dua deyil, sizi qoruyan bilirsiniz nədir? O duanı oxuyanda ətrafınızda o duanın hərflərinin, sözlərinin yaratdığı bədəninizdə titreşim frekans ki yaradır, daha da sizi gücləndirir. Bax, o da sizi qoruyan. Yəni, sən hələ də düşünürsənsə ki, mən bunu oxuyuram, mənim ətrafıma 70 mindən kimlər gəlir, nələr gəlir. Gələ biləri 70 min nədir? Allah istəsə 1 milyonlu sənə yanva göndərər. Mən buna bir söz deyə bilmərəm. Amma məsələ budur ki, sən bunu oxumaqla Allah sənə bunu verib də, ay əziz insan, ay mən bəndən bunu oxu, sənin
frekansı yüksəlsin. Məsələn, pulla bağlı adı cəmaət neyini? Ya Rəzzaq zikrini çəkir. Hə, sən zikr çəkirsən deyə pullanmırsan. Sən zikr çəkməndən ya Rəzzaq, məsələn, Allahın bolluq, bərəkət, ruzi verən adını çağırırsan. Yəni ki, ay ruzi verən, ay ruzi verən, ay bolluq, bərəkət verən, sən Allaha səslənirsən. Sən səslənməyindən də o frekansa düşürsən. Məsələ budur. Siz nə düşünün ki, köhnə radioda burada hamı müəyyən bir nəsildə, artıq yaş var burada, bir 30-dan çox yaşı var da burada əksəriyyət. O vaxtda dururduq evdə, deyirdilər ki, dur o televizoru çevirdik kanal və yaxud da radionu üstündə belə fırladan var idi. Əlimizlə yavaş-yavaş fırladırdıq ki, hansısa heyzə çatanda orada gördük, səs düzəldi. Budur da sənin frekansa düşməyindir, başqa bir şey deyil. Davam edirik. Simvollar və müqəddəs həndəsə, yəni qədim Misir, Mesopotamiya, Hindistan, Yunanistan və digər mədəniyyətlərdə simvollar xüsusi dini məna daşıyır. Bəli, bu gün də görürsünüz, simvollar çəkirlər. Nə bilim, fehu, o, bu və s. və ilaxır simvollar çəkirlər. Müasir spiritual mühitdə mandala, həyat, yin, yang, om kimi simvollar geniş istifadə olunur. Əslində, qədim insan üçün din, təbiət, insan, kosmos və ruh bir-birindən ayrı deyil. Müasir spiritual yanaşmada da buna bənzər fikir var. Baxın, insan, təbiət, enerji, şuur, kainat. Fərq ondadır ki, qədim insanlar bunu əsasən mif, ritual və dini simvollarla, müasir spiritual cəryanlar isə çox vaxt şuur, enerji, meditasiya, vibrasiya və şəxsi təcrübə dili ilə izah edir. Əgər bunu spiritualizm təlimi üçün material kimi hazırlayırsan, çox maraqlı bir mövzu xətti var, belə olur. Bunu hamısı deyir. Yəni, spiritualizmi götürürük, bu təlimi material kimi hazırlayırıq. Bu hamımıza aid. Götürün qədim dinlər, mistik ənənələr, ezoterizm, teosofiya, New Age, müasir spiritualizm. Qədim dinlərdən gəlir, bax, hamısı bu xətlə. Siz bu xətt üzrə minilliklər boyu spiritual düşüncənin necə dəyişdiyini ardıcıllığa baxaraq əlaqəni rahat şəkildə qura bilərsiniz. Daha sonra isə son sözün bax sizlərə nədir? Bundan sonra suallarınızı alacaq. Ümumiyyətlə, din bizə yaradanı axtarmağın yolunu göstərir. Spiritualizm isə o yolu öz daxilimizdə dərk eləməyə dəvət edir. Əsas məsələ hansı yolda olduğumuz deyil. O yolda nə qədər şuurlu, sevgi dolu və həqiqətə yaxın olduğumuzdur. Bir daha hər birinizin nəzərinə çatdırıram ki, burada məqsəd sizin dini inancınızı dəyişin, inanın və yaxud da inanmayın məsələsi deyil. Burada əsas məsələ sizin anlamağınızdır. Qədimdən indiyənə qədər insanın şuuru, beyni, düşüncələri necə dəyişib, hansı inkişafa doğrudur. Bu belə. İkinci bir məsələdə ki, mən bir daha çatdırım hər birinizin nəzərinə, sonra kimin vaxtı varsa qalsın, sual-cavabda iştirak eləsin. Mən çünki ekran artıq kaydını dayandıracağam. Əgər kimlərsə ümumiyyətlə təlim almaq istəyirlərsə, özlərini inkişaf elətdirmək istəyirlərsə, heç bir problem yoxdur. Mən sizi təlimə dəvət edirəm. Təbii ki, təlimlər müxtəlifdir. Hər insanın özünün ala biləcəyi bir təlim var. Məsələ, yəni, sizin seçimlərinizdir, ruhunuzun seçdiyidir. Amma nə olursa olsun, çalışın ki, həqiqəti axtarın. Baxın, bugün mən bunu həmişə demişəm, insanlar spiritualizmə gəlirlər. Nə xoş ki, mənə burada bunu 35 nəfər eşidəcək. Çünki siz də bunu başqana deyəcəksiniz. Spiritualizmə insanlar gəlir. Nədir? Bax, səhərdən də danışırıq. Biz nəyi axtarırdıq? Ruhu, dərinliyi, Allahı. Bir verin, hansı qədimdən indiyənə qədər cəmaət bu yolda gedəndə pulu, nə bilim, maşını, evin dalıca qaçdı ki. Hamısının bir də məqsədi olub. Allah, axirət, mən varam, mən nəyəm, kiməm, necəyəm anlayışlarıdır. Amma bu gün spiritualizmi artıq eləyiblər marketing. Yəni, bu 5 əlamət səndə yoxdursa, pul səndə olmayacaq. Nə bilim, bu səhv verirsənsə, sənə pul gəlməyəcək. Əziz insanlar, spiritualizm pul mənbəyi deyil. Yəni, spiritualizm, spirit ruhdur. Ruh haqqında elindi. Siz burada öz ruhunuzu, həqiqəti tapmağa gəlirsiniz. Amma sən həqiqəti axtarışa çıxırsan,
Bir də görürsən ki, artıq getmisən, pulun dalıyca qaçırsan, həyatımı dəyişim düşünürsən. Tamam da, sən onsuz da həqiqəti anlayandan sonra sənin üçün çox belə qeyri-adi bir şeylər olmayacaq ki, yəni mən pulun dayıca qaçırmayayım. Bəli, pul gözəl bir şeydir. Pul bizim bu maddə aləmində ki, yaşayırıq, lazımlı bir şeydir. Pul üçün çalışmalar eləməlisinizmi? Bəli, eləməlisiniz. Amma ondan öncə mən də eləyirəm. Mən demirəm ki, mən eləmirəm. Pul lazımlı bir şeydir. Amma ki, hər şeydən öncəlik həqiqəti anlamaq, Allahı anlamaq. Sən pul dalınca qaçıb artıq Allahı unutursan. Hər kəs anlamalıdır ki, hər bir insana ruzi, pul, bolluq, bərəkət, belə deyim də sizə, Allah tərəfindən hər gün verilir. Sadəcə sən onu ala bilib, ala bilməməyin məsələsi. Baxın, burada deyək ki, Esmira xanım deyir ki, pul olmasa heç bir eğitimi ala bilməz. Təbii ki, bəli, mən sizdən razıyım. Mənim özümdə təlimlərə pul vermişəm. Amma sən niyyətlən, Allah sənə onu yetirəcək. Mən öz həyatımda yəni bunu yaşamışam. İndi məsələ yenə də deyirəm, sən həqiqətən də Allahı axtarmağa doğru getsən, Allah sənə onu verəcək. Yəni, sən biri var ki, bu gün Allahdan maşın istəyərsən. Sən həqiqətənmi bu maşını öz rahatlığın, komfortun üçün mü istəyirsən, yoxsa şuur altında bir yerlərdə düşünürsən ki, bu maşın mənə gücümə güc qatar. Oturaram, sürərəm, hamı deyər ki, bax, bu bunu elədi, bacardı, mən fərqliyəm düşüncəsi var. Allah bizim qəlbimizi bizdən də gözəl bilir. Əsas niyyətimizdir. Məndən bu qədər və bu qrup mənim qrupum olaraq qalacaq. Kimlər indi qrupdan ayrılmaq istəyirlər, ayrılarlar. Növbəti ödənişsiz webinar nə vaxt olar bilmirəm və kiminsə sualı varsa, buyurun suallarınızı verə bilərsiniz. Bu PDF-i də ki, yenə də deyirəm, çox kiçik bir qiymət qoyacağım, çox kiçik bir qiymət. Kimlər PDF-i əldə eləmək istəsələr ki, hamının əldə eləyə biləcəyi bir qiymət qoyacağım ki, alma-vermə balansı kimi ki, o PDF-i mən hazırlamışam. Webinar nədir? Halal, xoşunuz olsun. Nə gözəl məndən, mənim də burada özümdə müəyyən o enerjilərimə görə mən bu webinarı eləyirəm ki, müəyyən artıq o bilgini ötürmək lazım. İndi kimin sualı varsa, buyurun, sualınızı verə bilərsiniz, mən də cavablayayım. Çox sağ olun Rüfət bəy, təşəkkür edirəm. Xoşdur, şəfa olsun. Başqa sualı olan? Rüfət bəy, mən orada yazmışdım, sualım yəqin ki düşmədi, görünmədi. Ümumiyyətlə, meditasiyanın doğrudan da insan həyatında dəyişməsi üçün önəmli rolu varmı? Var. Həyatımızı dəyişmək deyəndə ki, meditasiya eləməklə sən artıq ruhunla baş-başa qalırsan və sən ruhunun dərinliklərindən gələn bilgiləri alırsan. Yəni, o demək deyil, mən oturdum, meditasiya elədim, səhər duracam, hər şey dəyişdi. Meditasiya eləmək sənin o ruhunun müəyyən o yuxarılara, təbəqələrə doğru qalxmağındır, arınmağındır, təmizlənməkdir, ruhunla baş-başa qalmağındır. Amma həyatını dəyişmək üçün sən artıq zehnivi dəyişməlisən, düşüncələri dəyişməlisən. Təşəkkür edirəm, sağ olun. Buyurun. Axşamınız xeyir Rüfət bəy, necəsiz? Sağ olun, siz necəsiz? Allah köməyiniz olsun. Webinar doğrudan maraqlı idi. O xüsusilə o ardıcıllıq. Yəni o tarixən olan xronoloji ardıcıllıq. Yəni o qədər hər şey aydınlaşdı, açıqlandı da, yəni ki, yəni ta qədimdən, eramızdan əvvəl bu günə qədər bütün insanların hamısının bir məqsədi olub. Yəni hamı bir axtarışda olub, siz demiş. Yəni sadəcə müxtəlif təbəqələşmələr, bölünmələr, parçalanmalar, hərə müxtəlif